Deməli, orqanizmdə kortizol səviyyəsi yüksələndə nələr baş verir? Qan təzyiqi artır, baş ağrıları olur. Dərimizdə, əgər kortizol səviyyəsi yüksəkdirsə bizdə dərimizdə həm nazilmə, həm quruma, həm göyərmələr tez-tez müşahidə olunur. Qarın çevrəsində çəki artımı, piyin yığılması, həzm sistemində pozulmalar, əzələlərdə zəiflik, gücsüzlük, tez-tez əsəbləşmək, stresi ata bilməmək və belə insanlarda adətən həm də qan təzyiqinin qalxması da olur və həm də baş ağrıları olur. Bunu başqa səbəblərlə də əlaqələndirmək olur. Hansı ki, kortizol səviyyəsi orqanizmdə çoxdur. Yaddaşın